Özbəkistanın Azərbaycana bir tır gənələrlə yoluxmuş arılar gətirilib. Bu barədə Trendi Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov məlumat verib. O bildirib ki, Özbəkistanın Azərbaycana arı ailələri daxil edilib və onların Tropalielaps gənəsi ilə yoluxduğu qeyd olunub. Beynəlxalq ticarətdə arı ailələri, paket arılar və ana arılar vasitəsilə gənələrin digər ölkələrə keçmə riski yüksəkdir. Bu gənələr arıların sürfələri ilə qidalanır. Nəticədə zəif və deformasiyalı arılar yaranır, viruslar yayılır, ailə sürətlə zəifləyir və çökür deyə o bildirib. Qeyd olunub ki, assosiasiya tərəfindən Özbəkistanın Azərbaycana arı ailələrinin gətirilməməsi üçün ciddi səylər göstərilib. Özbəkistanda Tropalielaps gənəsi geniş yayılıb. Bu ölkə illərlə Rusiyaya arı ixrac edib və xəstəlik orada da yayılıb. Ruslar Özbəkistandan gələn arıların xəstəlik yaydığını müəyyən etdikdən sonra idxala qadağa qoyublar. Rəsmi şəxs qeyd edib ki, Özbəkistandan müxtəlif yollarla arıların Azərbaycana ixracına cəhd edilib və nəticədə buna nail olunub. Hazırda Özbəkistandan gətirilən bir tır arı İsmayıllı ərazisindədir. Tropalielaps gənəsi ilə yoluxmuş arılar artıq boşaldılıb deyə o əlavə edib.